Salam hörmətli izləyicilər. Bu günləri maraqlı bir həndisə məsələsinə baxacağım. Deməli verilib bizə ABC üçbucağı. ABC üçbucağı verilib. ABC üçbucağının sahəsi verilib 72. Bir də verilib bizə AD bərabərdir nədir? 2B'dir. Şəklə baxsaq, deyir ki, sual belədir. B nöqtəsi DC xətti boyunca nədir? İçərik doğru qatlanıb. Bu qatlanmadan sonra alınan değerdə gördüyümüz kimi dördbucağının nəyin tapaq sahəsi? Hansı ki A, D, B1, C dördbucağının sahəsi nədir? Tapmalı. Deməli, bu tərəfə bir A desəm, BD tərəfinə. Onda AD tərəfimiz olacaq nədir? 2A. Biz bilirik ki, üçbucağın təpəsindən onun tərəfinə endirilən parça tərəfi hansı nisbətdə bölürsə, sahəni də həmin nisbətdə nədir? Bölür. Deməli, ümumi sahəmiz gördüyümüz kimi, əgər 72-dirsə, onda 72-ni bölsək 3 ilə alacaq 24. Buranı 24 alacaq. Onda bizdə qalacaq A, S, A, D, C. Sahəsi 2 vur 24. Neçə olacaq? 48. Deyir, indi biz bunu qatlamış olaraq gördüyümüz kimi DC düz xətti boyunca. Onda almış oluruq bu sahə ilə. Bu sahə nədir? Bərabərdir. Hansı ki S, B, D, C-nin sahəsi bərabərdir. S, D, B1 nəyə? C-yə. Deməli, bu sahələr bərabərdir. Bu sahələr bərabərsə, bura 24-sə, onda bizdə bu sahədə nə olacaq? 24. Və sonunda şişiklənmiş hissəyə nə qalacaq? S şişiklənmiş hissə, yəni A, D, B şişik, C ilə bərabər olacaq 48, ümumi sahə 48-dir. Gördüyümüz kimi A, D, C-nin sahəsi. 48 çıxılsın 24. O da bərabər olacaq nəyə? 24-də. Sonunda bir şey qeyd etmək istəyirəm. Yanvarın 1-dən MİQ qrupu fəaliyyətə başlayacaq yeni qruplar. Əlaqə saxlamaq istəyən bu nömrə ilə əlaqə saxlasın. Kim özünə güvənirsə, kim öyrənmək istəyirsə, belə deyək, bu nömrə ilə əlaqə saxlaya bilər. WhatsApp ilə. Oldu, sağ olunuz.